bu üç əmri bilmirsənsə, məlumatlar üzərində çox vaxt itirirsən. Hansılar olduğunu bilmək istəyirsənsə, videonun sonuna kimi bax. Excel'də cədvəlini bu formatda yerləşdirirsən və vaxtın gedir. Çünki bu əmri bilmirsən. İlk öncə cədvəl sahəsini seçirik və Ctrl+C düyməsini basırıq. Cədvəlin yerləşdiriləcəyi xananı seçib, Ctrl, Alt və V düymələrini basırıq. Açılan pəncərədə Transpose seçimini tapıb, OK düyməsinə basırıq. Beləliklə cədvəlimiz düzgün formatda yerləşmiş oldu. Excel'dəki ara məsafələri və hərf problemlərini əl ilə düzəltmək əvəzinə iki sadə funksiyanın birləşməsi ilə bu prosesi avtomatlaşdıra bilərsiniz. Bunun üçün göstərəcəyim ardıcılığı etməyiniz kifayətdir. Xanaya bərabər qoyub proper və trim funksiyasını qeyd edirik. Daha sonra məlumatlar olan ərazini seçib mötərizələri bağlayırıq. Nəticədə həm ara məsafələrimiz, həm də hərflərimiz düzəlmiş oldu. PDF formatında olan bu cədvəli Excel'e necə köçürdə bilərik? Gəlin sizə bunun asan yolunu göstərim. Excel'də Data tabına keçirik. Burada Get Data əmrinə klik edirik. Açılan hissədə From File seçiminə gəlib, alt menyudan From PDF seçiminə basırıq. İndi kompüterimizdə olan PDF faylın adını yazırıq və həmin faylın üzərinə klik edib Import seçiminin üzərinə basırıq. PDF-dəki cədvəl açılır, düzgün göstərildiyindən əmin oluruq. Daha sonra Load seçiminə basırıq və beləliklə məlumatımız Excel'e köçürülmüş oldu. Əgər sən də Excel'i peşəkar şəkildə öyrənmək istəyirsənsə, o zaman Venta Təlim Tədris İşlə Təmin Mərkəzində tam ödənişli şəkildə təlimlərə qoşula bilərsən. Qeydiyyat üçün aşağıdakı nömrələri yaza bilərsən.